Salam dəyərli izləyicilər. Bugün 9-cu sinif olimpiada suallarından bəzilərinə baxırıq. Nümunələri morfoloji təhlillə bağlı yanlış fikir istəyir. Mənə bir sərgi salonu verin. Orada bir insan şəkli asacağam. Adi bir insan. Deməli, burada cavab uşaq elə düz götürüb. B variantıdır. Quruluşla düzəltmə söz adlı haldadır. Səhvdir. Sərgi salonu yiyəlik haldadır. Ona görə sərgi sözü burada yiyəlik halda olduğu üçün 2 səhvdir. Fellər eyni qrammatik məna növündə və felin eyni şəklindədir. Eyni qrammatik məna növü. Baxaq, mənə bir sərgi verin. Verin, məlum növ. Sonra məlum növdədir, asacağam məlum növdədir. Amma biri əmr şəklində, biri isə xəbər şəklində olduğu üçün 3 səhvdir. 4-ə, bir də 5-ə baxaq. Sifət işləmə yerinə görə azaltma dərəcəsində ola bilsə də, çoxaltma dərəcəsində olmur. Deməli, burada sifət, mənə bir sərgi salonu verin, orada bir insan şəkli asacağam. Sifət işləmə yerinə görə sifət anı, adi bir insan, adi insan. Necə? Yox, əgər azaltma dərəcəsindədirsə, çoxaltma dərəcəsində olacaq. Ona görə 5 də səhvdir. Cavabımız B variantıdır. Deməli, ikinci sual. Burada uşaqlar B variantında çaşıblar. B variantı bağlayıcıdır. Nə gözlərim səni görsün, nə könlüm qübar eləsin. Amma digər variantları C variantıdır cavab. Düz yazıb uşaq. 1 C-yə baxın. Gəl qoşulaq əmr ədatıdır. 2 A-ya baxır. Qüvvətləndirici ədatı. Sən ha, bir sonasan ha. Qüvvətləndirici ədat. Sonra D hələ 2-dəyi. 1C, 2C. C burada yenə ədatdır. 3 E arzu ədatı. Barı. Burada arzu ədatıdır. Sonra keçir 3-cü suala. Bütün məqamları nəzərə almaqla fellərə aid ortaq fikirləri seçin. İçirdi. İçirdini hara fırlatsaq xəbər şəkli olacaq. Keçirdin. Keçir T da ola bilər və din də ola bilər, di də ola bilər. Ona görə bu fərqli şəkil ola bilər. Deməli, ortaq fikirlər istəyir. 1 olmaz. 2-yə baxırıq. Felini 2 müxtəlif şəkildə düşünmək olar. İçirdi sözünü düşünmək olmaz. Keçirdin sözünü olar. 2-yə baxırıq. 2 müxtəlif zamanda düşünmək olar. 2 müxtəlif zamanda düşünmək olar. 1-də indiki və keçmiş zaman kimi, 2-də də yenə indiki və keçmiş zaman kimi düşünmək olar. 2-ni götürürük. Sonra 4-ə baxırıq. Quruluşu həm sadə, həm də düzəltmə söz kimi təhlil etmək olar. Bəli, içirmək, maq artıranda biz bilirik ki, düzəltmə söz kimi düşünmək olur və indiki zaman kimi də indi içir olacaq. Bir də keçirdin də eynən onun kimi. Deməli 2-4 götürürük. Sonra sözdə idi hissəsində işləndiyini əminliklə demək olmaz. Əlbəttə, əgər indiki zaman şəkilsizsə, idi kimi düşünmək olar. Leksik şəkilsizsə, keçmiş zaman kimi düşünmək olar. Artıq idi hissəciyi kimi yox. Deməli 3-də də Y variantıdır. Burada uşaqlar D variantına baxaq. Nəticələrlə L kimi açıq X, burada Q X-ya keçir. I şəkilsiz, yəni X-ya keçir. Sonra verildikcə, verildikcə yoxdur axı burada. Verildikcə yoxdur. 1-2. Həyəcanlanırdıq. Burada 2 dənə var. 4. Nəticələrlə bağlı açıqlama verildik. K da X-ya keçmişdir deyə elə 1 nəticələrlə 2 açıq I X-ya keçib 3-də verildikcə K X-ya keçəcək. Həyəcanlanırdıq. Həyəcanlanırdıq. L da N-ya keçir, Q X-ya keçir. D variantıdır. Amma C variantında uşaqların əksəriyyəti yəqin C götürüb. Orada 6 fərq vardı. Gözləmirdik. Bundan sonraki fəaliyyət Y düşür. Fəaliyyətlər D-ya keçir. Sonra dəyərləndirsinlər L R-ya keçir. L yenə dəyərləndirsinlər. Sondakı L N-ya keçir. Elə ona görə D variantıdır.